Salam hər kəsə. Əhalinin həyat səviyyəsi, yəni insan inkişaf indeksi mövzusunu izah edəcəm. 11-ci sinif dərslikdən elə izah edirəm. Deməli bu İİİ nədir? İnsan inkişaf indeksidir. Ölkələrin inkişaf səviyyəsini müqayisə etmək üçün insan inkişaf indeksi hesablanır və burada əsas məsələ orta ömür müddətidir. Əhalinin gəlirləri əsasında hesablanan alıcılıq qabiliyyəti, savadlılıq və təhsil alanların nisbəti ilə bu təyin olunur və dərslikdə Almaniya ilə Hindistanın məsələn müqayisəsi verilib ki, Almaniyada savadlılıq 99-dur, Hindistanda 66-dır. Almaniyada orta ömür müddəti 83 ildir, Hindistanda 69 ildir. Təhsil alanlar Almaniyada 91-dir, faizdir, Hindistanda isə 53%dir və ümumdaxili məhsulun miqdarı adam başına düşən həcmi göstərilib. Ümumiyyətlə dünyada insanların həyat səviyyəsini müəyyən etmək üçün iki əsas göstərici var. Biri həyat şəraitidir, bir də həyat keyfiyyətidir. Həyat şəraiti deyəndə insanların maddi vəziyyətlərinin səviyyəsi əsas amildir, belə deyək. Yəni nə qədər maaş alırsa, bu onun həyat şəraitini göstərir. Nə qədər gəlir əldə edirsə, maddi vəziyyət necədirsə, bu onun həyat şəraitini xarakterizə eləyir və həyat keyfiyyəti isə maddi dəyərlərlə yanaşı, yəni təkcə pul deyil, belə deyək. Həyat keyfiyyəti deyəndə bura ekoloji, mədəni, sosial amillər də aiddir. Ekoloji amillərə təbii ki də ətraf mühitin vəziyyəti, ərazinin rekreasiyaya, yəni turizm, istirahət imkanları aiddir. Daha sonra iqtisadi amillər, işsizliyin səviyyəsi, iş həftəsinin və iş saatlarının uzunluğu, bunlar insanın həyat keyfiyyətini müəyyən edən iqtisadi amillərdir. Ödənişli məzuniyyətin müddəti, yəni biraz belə belə deyək, iqtisadiyyatla əlaqəli olan sahələrdir bu. Təbii ki, iqtisadi amillərdə. Mədəni amillərə isə adam başına çap olunmuş nəşrlərin həcmi, iş yerindəki şərait, ali təhsilin səviyyəsi aiddir və sosial amillər təbii ki də tibbi təminat, təhlükəsizlik, insan hüquqlarının qorunması, özünü realizə etmə imkanları aiddir. İndi keçək əsas məsələyə. İnsan inkişaf indeksinin əsas göstəriciləri hansılardır? Təbii ki də birinci orta ömür müddəti, bayaq qeyd etdik bunu, ümumdaxili məhsulun adam başına düşən həcmi və təhsil alanların sayı. Bu üç göstəricinin indeksini hesablayıb ədədi ortasını tapırıq və insan inkişaf indeksini hesablamış oluruq. Əgər bu ümumiyyətlə insan inkişaf indeksi 0-la 1 arasında, 0-dan 1-ə kimi göstəricini ifadə olunur və əgər yüksəkdirsə, baxın aşağıda burada qeyd olunub. İnsan inkişaf indeksinin səviyyəsinə görə ölçülər 4 qrupa ayrılır. Çox yüksək odur ki, əgər 0,8-1 aralığındadırsa, İİİ, yəni insan inkişaf indeksi, deməli bu ölçü həyat səviyyəsi çox yüksək olan ölçədir. Məsələn, Norveç. Yüksək nədir? 0,7-0,8 aralığındadırsa, bu olur həyat səviyyəsi yüksək olan ölçələr. 0,5-0,7 aralığı həyat səviyyəsi orta olan ölçələrdir. 0,3-0,5 aralığı isə həyat səviyyəsi aşağı olan ölçələrdir. Əslində bu 1000-də 350, 1000-də 549 belə gedir, amma elə ortalama və deyə bilərik ki, 0,3-0,5 aralığında olanlar isə həyat səviyyəsi aşağı olan ölkələrdir. Məsələn, Nigeri bura aid etmək olar. İndi baxaq bu necə hesablanır. Birincisi, əgər insan inkişaf indeksi vahidə bərabərdirsə, yəni çox yüksək səviyyədədirsə, belə deyək, insan inkişaf indeksi. Buna aiddir, bu ölkələrə aiddir. Orta ömür müddəti 85 yaş və ondan yuxarı olur. Bildiyimiz tipik, yəni yüksək inkişaf etmiş ölkələrdir bu. Ümumdaxili məhsulun adam başına düşən payı 40.000 ABŞ dollarından çoxdur və yaşlı əhali arasında savadlılıq 100%-ə yaxındır. Ən yaxın ölkə buna Norveçdir, çünki 1000-də 957, yəni 0,9-dur və insan inkişaf indeksinin ən aşağı göstəricisi isə 0-a bərabərdir. Bu ölkələrdə nə olur? Orta ömür müddəti 25 yaş və ondan daha aşağı olur. Ümumdaxili məhsulun adam başına düşən payı 100 ABŞ dollarından da az olur. Yaşlı əhalinin isə 100% savadsızdır. Bu göstərici daha yaxın isə Nigerdir. İndi gəldik əsas məsələyə ki, bu necə hesablanır? Bunun belə uzun görünməyinə baxmayın, çox asan məsələdir bu. İnsan inkişaf indeksinin göstəricisi deməli necə hesablanır? Hər hansı bir şeyin indeksini tapanda faktiki həmin ölkədə, həmin yerdə göstərici nə qədərdir? Ondan çıxırıq dünyada olan minimum göstəricini, bölürük dünyada qəbul olunmuş maksimum çıxılsın minimum göstəriciyə. Məsələn, baxın burada qeyd olunub ki, İ göstəricinin indeksidir. CF yazılan göstəricinin faktiki göstəricidir. Elə bil F burada faktikidir, C göstəricidir. Sonra C minimum minimal göstərici deməkdir. C maksimum maksimal göstəricidir. İndi baxırıq. Deyir ki, məsələn, birinci biz orta ömür, uzun ömürlü indeksini hesablayaq. Uzun ömürlü indeksini hesablayanda nə edirik? Bu bərabərdir. Dünyada BMT tərəfindən qəbul olunub maksimal
yaş 85, minimal yaş 25, düzdür? Azərbaycanda faktiki göstərici isə gözlənilən ömür müddəti 72 yaşdır. İndi mən uzunömürlük indeksi necə tapacam? Demişdim faktiki göstəricidən 72-dən çıxaram minimum göstəricini 25-i, bölərəm dünyada qəbul olunan, BMT tərəfindən qəbul olunan maksimal 85 çıxılsın 25-ə. Sizə burada hansı ölkə verir versin, onsuz da gözlənilən ömür müddətini deyəcək nə qədərdir. Siz burada qoyacaqsınız yerinə 72-dən həmişə burada 25 çıxacaqsınız, çünki minimal yaş 25 qəbul olunub. Böləcəksiniz maksimal 85 çıx 25-ə və uzunömürlüyün indeksini tapmış olacaqsınız. Bu birinci hissə. Keçdik ikinciyə. Ümumdaxili məhsulun adam başına düşən indeksini tapırıq. Yəni indeks ümumdaxili məhsul bərabərdir. Azərbaycanda nə qədər olub? Deməli 3926,5 ABŞ dolları. Bundan çıxıram, dünyada qəbul olunub maksimum 40.000 ABŞ dolları, minimum 100 ABŞ dolları. 40.000 çıxılsın 100. Bölüb tapıram bunu da. İndi isə təhsil səviyyəsini tapıram. Burada da savadlılıq səviyyəsi ilə təhsil alanların payını ayrıca hesablamalıyam. Yenə indi nə edirəm burada? Savadlılıq səviyyəsini tapanda təhsil indeksi bərabərdir. Azərbaycanda savadlılıq 99,5-dir. Bundan çıxıram. Deməli, minimum nə qədərdir? 0-ı bölürəm. Maksimum nə qədər ola bilər? 100 çıxılsın 0. Bu da bərabər eləyir 0,995. Təhsil alanların payı. Bu da deməli, buradakı 95 deməli Azərbaycanda faktiki olandır. Çıxıram 0-ı, bölürəm. Maksimum nə qədərdir? 100 çıxılsın 0. Bu da eləyir 0,95. İndi təhsil səviyyəsinin indeksini tapanda nə edirəm? Savadlılığın tapdığım 3də 2-sin, 3də 2-sinin üzərinə gəlirəm, təhsil alanların payının 3də 1-ini. Bu da elədi 0,1983. İndi Azərbaycan üçün insan inkişaf indeksi nə qədər olacaq? Bərabərdir bu üçünün ədədi ortası. Yəni uzunömürlük indeksi, üstünə gəlirəm deməli ümumdaxili məhsulun indeksini, üstünə gəlirəm təhsilin, burada hesablayıb tapmışdım, təhsil indeksini bölürəm 3-ə. Bu da eləyir 0,620. İndi görürük ki, yüksək olan ölkələr insan inkişaf indeksi təbii ki, Norveçdir, İrlandiyadır, Avstriya, İsveçrə, ABŞ, Kanada, Avstraliya, hətta Rusiya, Qazaxıstan və Səudiyyə Ərəbistanı bu kimi ölkələri görürük. Orta olanlar Qırğızıstan, Hindistan burada qeyd olunub. Daha sonra aşağı olanlar isə elə əsas bu Mərkəzi Afrika, ümumiyyətlə Afrika ölkələridir. Deməli Mali, Niger, Çad, Sudan kimi ölkələr bura aiddir. Və burada bir şey də var. Ümumdaxili məhsulun adam başına düşən miqdarı deyək ki, bir neçə ölkədə eynidir. Bu o demək deyil ki, onların insan inkişaf indeksi bərabər olacaq. Çünki insan inkişaf indeksinin yüksək olması həmin ölkədə olan sosial yönümlü proqramların həyata keçirilməsini göstərir.